Gel işte. Bil kalımına hoş gelmişsiniz. Ne sipariş vereceğiz? Size dedim axı, biraz fikirləşməliyik. Hələ də yadımdadır. Məktəbdən sevinərək evə qaydanda, öz məhəlləmizə dönməyə az qalmış, artıq anamın bişirdiyi yeməyin nə olduğunu məhəlləyə yayılan qoxudan təsəvvür eləyə bilirdim. Nədənsə o illərdə qar da tez-tez yağırdı. Evə çatırdım, odun peçi yanar. Çay da soyumasın deyə həmişə peçin üstündə olardı. Sən demə heç bir bahalı restoranın belə çayının dadı o da çatmazmış. Yemək gələnə qədər televizor açırdım. Belə də olur. Bağışlayın cənab Alın, çağırmışdınız. Bəli, xanım Jones. Məni cənab Lengil ilə çalışdırın. Bu saat cənab. Mən həmişə hesab eləmişəm ki, Narniya səlnamələri, 10-cu Krallıq, Cek və Paxla Ağacı ya da başqa filmlər gedirdi. Televizor antina ilə işləyirdi deyə qar da yağanda tutulurdu. Bir də onun qarını təmizləmək var idi. Atam hər dəfə döşəyin üstündə uzanıb, televizora baxdığıma görə məni danlasa da, həmişə ən sevdiyim evdə bişmə isti çörəyin qırağını ya da peçin üstündə qızardılmış çörəyə mürəbbə yaxıb, televizora baxa-baxa yemək idi. Bəzən əlcəyimiz olmurdu deyə, qartopu oynamağa gedəndə ən qalan corabları əlcək əvəzi əlimizə geyinirdik. Filmlərdə və cizgi filmlərdə eşitdiyimiz bu səslərsə Eldəniz Rəsulov, Venera Abbasova, Ədalət Məmmədov, Ruslan Nəsirov kimi dublyaj və kino aktyorlarının səsi idi. İndi bu səsləri eşidən kimi həmin saniyə o isti, qayğısız, mehribanlıq dolu evə qayıdıram. Mətni yazan və səsləndirən Allahverdi Qurbanov. Hər birimizin həyatında bir daha təkrar olunmayan, heç bir müqayisəyə gəlməyən anlar mütləq olur. Bəzən açsız qalırsan, qarşıda nə olacağını bilmirsən, amma bunun da belə bütün varlığında sonsuz dərəcədə xoşbəxt olursan.